indi rahat oturub söhbət eləyə bilərik. Deməli deyirsiniz kişiləriniz yorulublar. Bir tərəf qalmaq istəyirlər. Onlarda döyüş ruhiyyəsi yoxdur. Qardaş qırğınında iştirak eləmək istəmirlər. Ağır olsun sizə. Müsəlmançılıq dəmdən vurursunuz. Budur sizin kişiliyiniz? Peyğəmbərin balasını Müaviyyənin qırqızılına satırsınız? Lənət olsun sizə. Bu nə səs-küydü? Sən də eşidirsən? Bəli. Qəribədir. Xoş gördük Qeys. Xoş gördük Seyid. Salam. Salam. Eşidirsiniz? Əba Məhəmmədin aşiqlərinin səsidir. Onun ziyarətinə gedirlər. Neçə nəfərdilər? Minlərlədilər. Hansı tayfadandılar? Heç bir tayfadan. Bunlar sadəcə Əba Məhəmmədin aşiqləridirlər. Gedək İbn Abbas'a xəbər verək. Hə, gedək. Hasan ibn Ali. Hasan ibn Ali. Hasan ibn Ali.
Görürsən Əşəs, Həsən İbn Əliyə olan bu məhəbbət Muaviyyəni daha da alovlandırır. Əgər mən Həsən İbn Əlinin yerinə olsaydım, bir an belə gözləməzdim. Nə qədər ki, cəmaatın həyəcan və həvəsi sönməyib, döyüş fərmanı verərdim. Verəcək. Mən buna əminəm. Elədir, verəcək. Bir bunlara bax. Gör nə inirlər? Həsən İbn Əlinin işləri günü-gündən qabağa gedir. Şükür olsun Allaha. Sevinirəm ki, onunla beyyət eləmişəm. Əbu Yəhya. Bu Həsən İbn Əli sülh tərəfdarıdır. Eşitmişəm deyib ki, qoyun cəmaat öz güzəranı ilə məşğul olsun. Buyurun. Siz buyurun. Buyurun Serdar. Buyurun. Salam olsun həqiqət axtarışına gəlmiş siz möminlərə. Siz Peyğəmbərin ardıcılları, bizsə əhl-i beyti, Qur'ansa onun yadigarıdır. Qur'an Allah kəlamıdır. Orada hər bir şey açıqlanır. Batil ondan uzaqdır. Allah kəlamının təfsirini bizdən soruşun. Çünki həqiqəti yalnız biz bilirik. Bizə itayət eləyin. Bizə itayət Allah və onun Peyğəmbərinə itayətdir. Şeytan vəsvəsələrinə uymayın. O, sizin düşməninizdir. Əgər belə etsəniz, bizim dostlardansınız. Vəssalam. Görək. Doğrudan Əbu Yəhya, o Rumlu kənizin halı necədir? Yaxşı oldu? Hansı kəniz? Mənim yadıma gəlmir. Nə? Məndən sağalması üçün dərman aldığını deyirəm. Mən nə bilim. Sənin də yaddaşında gör nələr qaldır. Mən onu gör neçə müddətli satmışam. Deyirdi əlimə pul gələn kimi onu sənin əlindən alardım. Buyurun. Şəhər və kənd əhalisi Kufiyə hücum gətirib. Evinin qarşısında toplaşıblar. Cəmaat Kəbədəki hacılar kimi səs-səsə vermişdilər. Yaz ki, işimiz çətinləşib, əmir. Cəmaat elə axışıb gəlib ki, indiyə qədər misli olmayıb. Nə olub? Nə baş verib?
Qardaşlar, qardaşlar. Əba Məhəmməd bir daha sizin əhl-i beytdə olan məhəbbətinizdən qədirdanlıq eləyib buyurdu. Sizin bütün bu həvəsiniz və təmiz məhəbbətiniz Əmir əl-Möminin əlinin qurduğu hakimiyyətin davamlığına olan möhkəm imanınızın nişanəsidir. Odur ki, ayıq-sayıq olun, zülümkarların əlini ümmətin damənindən kəsməyə, düşmənlərin nüfuzunun qarşısını almağa, şirk və ədalətsizliyi aradan qaldırmaqdan ötürü ayıq olun. Əba Məhəmməd sabah görüşünüzə çıxacaq. Gedək. Gəlin gedək, cəmaata qoşulun. Gedək. Sizcə Kufiyə nə qədər qalıb? İnşallah sabah gün ortadayıq. Allah eləsin Əhmədlə Salih də orada olsunlar. Oradadılar, olmasalar da gələrlər. Elə burada biraz dincələk. Düşün atdan. Sabah Əba Məhəmmədin ziyarətinə gedəcəyik. Məyər onu görməmsən? Niyə? Görmüşəm. Bir neçə il bundan qabaq. O gənc idi, atasının yanında qılınc çalırdı. Elə arzulayıram onu yenidən görüm. Doğrusu hərb, onu necə gördün? Nə deyim? Mən Əli Mürtəzanı görməmişəm. Amma elə bilirdim ki, sanki o özü mənimlə üz-üzə əyləşib. Haris, mən olmasaydım siz Dəməşqdə qalacaqdınız. Elədir? Rəşid də əvvəlki kimi zindan gözətçisi idi.
Sözün nədir? Sizcə Dəməşqdə qalsaydınız, Əba Məhəmmədə daha çox köməyiniz dəyməzdimi? Mənlə oğlanlarım Übeydullahın istəyinə görə Dəməşqdə qalmağa dözürdük. Rəşid də mənim təklimlə Muaviyyənin zindanını işləyirdi. Muaviyyə də gizlində hiylə qururdu. Əli Mürtəza da ona qarşı çıxmaqdan ötürü ordu tədarükündə idi. Mənlə Rəşid çalışırdıq onun gizli hiylələrini üzə çıxararaq Übeydullah xəbərdar eləyək. Amma indi hər şey açıq aydındır. Gizli bir şey yoxdur. Muaviyyə aşkara düşmənçilik edərək ordu tədarükündədir. Artıq bizim Dəməşqdə qalmağımıza ehtiyac yoxdur. Ürək-dirək verirsən? Arxayın ol. Heç bir qüvvə bizi Dəməşqdə saxlayıb Əba Məhəmmədlə görüşdən məhrum eləyə bilməzdi. Deməli, həqiqətdə bunun sənə heç bir bağlılığı yoxdur. Bir ora baxın. Od, alov. Sizə göstərəcəm kimliyimi. Mənim üçün bülbül kimi dil ötürsən, hə? Dilini kəsərəm. Sən hələ məni tanımırsan. Həsən İbn Əlinin ordusunun qabağında müqavimət göstərirsən. Evini yandırın. Başınıza elə oyun gətirəcəm ki, qoy hamınıza ibrət olsun. Həsən İbn Əli ordu tədarükündədir. Siz axmaqlarsa kömək eləmək istəmirsiniz. Deməli, xoşluqla başa düşmək istəmirsiniz. Evi yox, indi sizə anladaram. Qadınlar aparın. Bugün 6 qadın əsir aparırıq. 2 həftədən sonra yenə qaydacağıq. Əgər verməsəz, hər yana od vurub hamını öldürəcəyik. Sizə xəbərdarlıq eləmişdik ki, Həsən İbn Əlinin ordusu üçün bizə auzuqə lazımdır. Heç bir günahımız yox. Niyə vermirsiniz? Biz həkimçiyik. Niyə? Bizə kömək eləyin. Allah Burada nə baş verib? Sizə qalmayıb. Gedin buradan. Biz hökumət adamlarıyıq. Hansı hökumətin? Həsən İbn Əlinin. İtirin gedin buradan. Yəni Həsən İbn Əli sizə göstəriş verib ki, müsəlmanların cavanlarını öldürəsiz, evlərinə od vurub yandırasız, arvad uşaqlarını əsarətə götürəsiz? Həsən İbn Əli indi ordu tədarükündədir və köməyə ehtiyacı var. Yalansa ilan vursun dilindən. Düzünü de, kimsiz, kim gönderip sizi bura? Söyle görək. Tutun onları. Koymayın kaçsınlar. Tutun onları. Koymayın kaçsınlar. Tutun. Tutun onları. Koymayın kaçsınlar. Tutun onları. Tutun.
Getirin onu bura. O alçağın cezası ölümdür. O ölmelidir. Mütləq ölmelidir. O öz cezasına çatmalıdır. Getirin onu bura. Kim sana bu gösterişi verip? Eğer desem... Vallahi eğer düzün demesen seni bu cemaate vereceğim. Senden kısas alsınlar. Yaxşı, deyərəm. Biz Muaviyə tərəfindən gəlmişik. Zəhhak bizə göstəriş verib. O bizə deyib ki, Əba Məhəmmədin əskərlərinin paltarından geyinib hər yana od vurub deyin. Biz Əba Məhəmməd tərəfindən gəlmişik. Bizə pul veriblər. Təqsirimiz yoxdur. Seni özümüzden Kufe'ye Ebu Mehmet'in yanına aparacağız. Koy o sen özünü versin. Onu özümüzden aparırıq. Mindirin ata. Bu evimi yandırdığına göre değil, əksinə ona görəydi ki, sən bais oldun bir anlıq Peyğəmbər balasının barəsində şək edeyim. Vallahi siz iki nəfər yaltaq, riyakar və yalancısınız. Kufədə yaşayaraq İraqın bəşişlərlə dolanıb, Şamdakı yırtıcıların sözleriyle oturup durursunuz. Biz heç kimin sözüyle oturup durmuruq, Şimir. İraq əhalisinin xeyrini istəyirik. Bir görün kim İraq cemaatının xeyrindən dəm vurur. Bizdə nə yalançılıq var, nə də yaltaqlıq. Sadəcə məsələ bundadır ki, biz hiləgərləri yaxşı tanıyırıq. Deməli özünü tanıya bilmirsən. Biz qonşularımızı tanımışıq. Kes sesini yekabaş. Ne olub? Burada ne baş verib? Mənlə dostlarım bu qərara gəlmişik ki, bugün Əbu Sofyanın oğlunun məhfilimi üçün ən əlverişli vaxtdır. Bu məsələni yobatmaq olmaz. Çünki cəmaat Həsən İbn Əliyə həddən ziyadə ürək bağlayıb. Onlar Küfə darvazası arxasında dayanıb əmrini gözləyirlər. Biz bugün buraya gəlmişik ki, sizə son sözümüzü deyək. Əba Məhəmmədə deyin. Yubanmadan Hindənin oğlu ilə müharibəyə başlasın. Elədir. Biz deyək? Bəli, çünki siz onun yaxınlarındansınız. Əşəz, sən ki daha yaxınsan. Qızın Həsən İbn Əlidədir. Özün niyə demirsən? Çünki Əşəs münafiqlərdəndir. Nəhravanda Əliyə qarşı qılınc çəkib, odur ki, utanır. Neyse, indi söhbət onda deyir ki, kim İbn-i Mülcəmin əlinə qılınç. Kinayə ilə danışırsan, axmaq küçük. Lənət olsun yalancıya. Lənət olsun. Lənət olsun. Başqa kiminsə Əba Məhəmmədə deyiləsi sözü var, gedib çatdıraq. Var. Biz deyirik ki, müharibə daha bəsdir. Muaviyə ilə sülh bağlasın. Düz deyil. Axı niyə Əba Məhəmmədin görüşünə bu cür xalisanə gələn tərəfdarlarını və müsəlmanları həlakətə ataq? Düz deyil. Qoyun cəmaat öz ev eşiklərinə gedib dolanışıqları ilə məşğul olsunlar. Sizə ant verirəm Allaha, cəmaatı bu söz söhbətdən qurtarın. Bir buna bax. Cəmaat? Hansı cəmaat? Özünü deyir. Bu İbn-i Hüleys özünü cemaat hesab ediyor. Başqa bir sözünüz də var? Cəsarətli İbn Abbas. Mən deyirəm Əba Məhəmmədə de, Müaviyyəni buraxsın öz başına. Nə müharibə, nə də sülh. Bu ne danışır? Siz bir şey başa düşdünüz? Əliyə olan bu məhəbbət və əlaqəsi məmləkətin abadlaşmasına səbəb olacaq. Müaviyyəyə deyək, sən Şamı götür, İraqı ver bizə. Allah məyər İraqın qəbaləsini Əbu Süfyanın adına yazıb ki, oğlunu götürsün ya qaytarsın? Vallah qanım bu sözlərdən cuşa gəlir. Mən yalnız bir söz deyirəm. O it əlini İraqa uzatsa, biləngindən elə vuracağız ki...
Muaviyyənin 20 ildə Şamla Misirdəki hakimiyyəti xəzinəsini elə doldurub ki, sənin mülkünə belə təmas almaz. Sən də onun xəzinəsindən dəm vurursan? Ne olub, neye gülürsünüz? İbn Abbas, bura Darülxilafətdir. Gərək yol verməyəsən bir dəstə dələduz, ağzına gələn danışıb, Əba Məhəmmədin tərəfdarlarına lağ eləsinlər. Siz Əba Məhəmmədin tərəfdarlarısınız? Bəli. Onu imamlığa seçmişsiniz? Bəli. Onunla beyyət eləmişsiniz? Bəli. Elə isə yalnız onun dediyini eləyin. Nə mənim, nə geysin. Başqa heç kimin. Heç bir söz deməyəcəyik ona. Həsən İbn Əli deyir, mən Muaviyyəni haqqa dəvət elədim. Qəbul eləsə sizlərdən biridir. Etiraz eləsə ona qarşı müqavimət göstərilməlidir. Biz yalnız imamın göstərişinə əməl eləyəcəyik. Biz müharibə şərti ilə onunla beyyət eləmişik. Elə isə döyüş. Daxilindəki şeytanla döyüş. Sən əmr, sülh elə. Vücudundakı Allahı səsləyən hissə ilə, əgər səsləyirsə. Dediz, Əba Məhəmmədin tərəfdarlarısınız. Düz eşitdim, elə isə itayət eləyin. Amma sən, Əbu Şəkuh, nə müharibə istəyirsən, nə də sülh. Get öz dolanışığınla məşğul ol və imamının əmrini gözlə. Qoy o desin neyniyək. Həsən İbn Əli beyyətə əl uzadanda heç kimdən şərt bağlamayıb və salam. Cemaat! Vallahi biz döyüşdən başqa heç nəyə razı olmayacağıq. Əbu Abdullah, biz elə indi qardaşım Həsən evindən gəlirik. Orada heç kim bizə düzəməlli bir cavab vermədi. Biz sənin yanına şikayətə gəlmişik. Sən bizim aramızda hökm ver. Əba Abdullah, hərb övladlarının İraq əhli ilə qədimdən düşmənçiliyi var. Əgər Bəni Ümeyyə İraqa qalib gəlsə, bizim övüşüyümüzü atların ayağı altında tap-tap eləyəcək. Onlara görə nigaranısınız, yoxsa öz bağ-bostanınıza görə? Müsəlmanlar olmasa, müsəlmançılıq da olmaz. Əba Abdullah, sən yaxşı bilirsən ki, biz atan Əli ilə xoş rəftar eləməmişik. Ancaq elə ki, Həsən xilafətə yetişdi, biz onunla Müaviyyə ilə döyüşəcək təqdirdə beyyət elədik. O heç kimlə şərtlə beyyət eləməyib. Əbu Abdullah, bu gecə gəlmişik sənlə peyman bağlayaq. Əgər Muaviyyə ilə döyüşəcəyinə söz versən, səndən beyyət edəcəyik. Atandan sonra səni xəlifə sayacağıq. Elədir. Nə deyirsən Hüseyin? Nə qədər ki, qardaşım Həsən sağdır, mənim ağam və rəhbərimdir. Mən onun beyyət və itayətindəyəm. Səbr elə Əbu Abdullah, səbr elə. Qaydaq. Qardaşlar, alçaq hiləgərlər yenə də xəyanət eləyir. Zəhərli xəncəri insafsızcasına haqqa tərəf uzadırlar. Məl'un Bərək İbni Abdullahın əlinə qılınc vermiş həmin şəxs o vaxtda məzlum Osmanın axırına çıxdı. Niyə belə eləyirlər? Niyə belə eləyirlər? Onlar istəyirlər elə eləsinlər ki, Rəsulullahın ailəsindən heç kim qalmasın. Qardaşlar, onların düşmənçiliyi Əmir əl-Möminin Müaviyyə ilə deyil, Qur'an-ı Kərim və Peyğəmbərlədir. Vay o günə ki, Küfə ordusu üstümüzə qoşun çəksin.
Cemaat, dikkatli olun. Irak kafirlerinden ehtiyatlı olun. Dikkatli olun kardeşler. Dikkatli olun. Dikkatli olun ve Allah'ın dininin düşmanlarından korunun. Onları tanıyın ve hücum eləyin. Peygamberin ve ümmetin əsl xidmətçilərini Ne yaxşı tanıyın. xətimdir. Çox Ve gözəl onları danışır. himaye Elə edin. deyil. Ürəyə yatandır. Dikkatli olun. Ve Emir el-Müminin Muaviyyət ibn Əbu Süfyanı tək koymayın. Bu senin xəzinənin qızılladığın İndi səsidir ki, isə bu cür ürəyə Gedin yatır. evlərinizə ve emirin Vallahi bizim fermanını hökumətindənsə saray libası sənə daha yaraşır. Misir hökuməti Və nə? Misirin və Əbu Süfyanın xələf oğlunun mənə söz verdiyi başqa bir məmləkətin hakimiyyəti. Mən sənə heç bir söz verməmişəm, əmr. Niyə? Vermirsən? Nə vaxt? Harda? Zaman göstərər. Vaxtında. İndi müşkülümüz çoxdur. Həsən ibn Əlini fikirləşməliyik. Yaxşı, nə xəbərəm oğlu? Kufədən qasid gəlib və... Qasidi saxla sonraya. Öz göndərdiklərindən de, nə ediblər? Onlar 40 tayfa və qəbilə ilə görüşüblər. Çoxu da razılıq verib. Ki neyniyələr? Ya bizə qoşulsunlar, ya da bir tərəf qalsınlar. Yəqin ki, bir tərəflərin sayı çoxdur. Bir tərəf qalmalarının da bizim üçün xərci var. Bəli, əmir. Görürsən, əmr, çox pis zəmanədir. Ərəb qəbilələrinin xoş güzəranlığının da bütün xərclərini biz ödəməliyik. Bizim bu dostlarımız nə qədər istəyirlər ki, günlərini xoş keçirib, mənimlə Əba Məhəmmədin işinə qarışmasınlar. Məbləğlər müxtəlifdir, əmir. Çox da baha demirlər ki, Həzə hak səndir. Sənin məmurların neyniyib? Yəqin özlərinə təzə bir iş tapıblar. Cəmaatı tuturlar, əsir eləyirlər, qırıb çatırlar, talayırlar, pullarını da bizdən alıb üzümüzə gülürlər. İndiyə kimi 80 dəfə qarət eləyiblər. Onda işləri yaxşı gedir. Əmir, Allah sənin təqsirindən keçsin. Gör sənin bu şeytani hilələrin cəmaatın başına nə oyunlar açır. Bilirsən, əmir. Bir gün gördüm ki, çolaq bir kişi bir körün boynuna minib. Kör gedir, çolaqsa ona yol göstərirdi. Yaxşı. Mənimlə sənin məsəlindir. Hə, müğayrə, sən de. Ümidvaram casusların yenidən bizim saraya və zindana hücum etməyiblər. Üzü qorayam, əmir. Bağışlanılası deyil. Araşdırıb gördüm ki, əsl səbəbkar ilə zindanban özü olub. Yaxşı, mən ki bir söz demədim. Allaha şükür olsun ki, casusların sarayda özümüzü qətlə yetirməyiblər. Yaxşı, de görüm. İndi bilirsən ki, o iki casus kimlər olub və onların adı nə? Xeyr, əmir, bilmirəm. Onda mütləq bilməlisən ki, hal-hazırda sənin casuslarından ən azı ikisinin canı təhlükədədir. Çünki o iki casus Məhəmmədin casuslarımız arasındakı xəbərçiləridirlər. Bəli, doğrudur, əmir. Onda ehtiyatlı ol ki, bu xəbər heç olmazsa saraydan kənara çıxmasın. Yoxsa hamımızın abırı gedər, biabır olarıq. Çox yaxşı. Casusların indi neyniyirlər? Hamısı küfrə daxil olublar. Əba Məhəmmədin ordusuna nüfuz eləyiblər. Əmrin göstərişini gözləyirlər. Ki, neynəsinlər? Əgər desək, Həsən ibn Əlini qətlə getirin, eləyərlər?
Axı onlara belə göstəriş verilməyib. Fərz elə bu göstərişi versək, bacararlar. Bilmirəm, əmir. Bu iş üçün ayrıca plan hazırlanmalıdır. Həm də xüsusi adamlar lazımdır. Məsələn... Məsələn, Bərək ya da İbn Mülcəm kimi. Əlbəttə, əmir. Xəbaric. Onlar hal-hazırda bizim əsas düşmənlərimizdən olduğu üçün onlardan istifadə edə bilmərik. Nəysə, qalsın. Dedin Küfədən qasid gəlib? Bəli, əmir. Həccar İbn Əbcər və Əmir İbn Hüreys tərəfindən. Nə deyiblər? Deyiblər, cəmaatın çoxsu Əbu Məhəmmədlə görüşmək üçün Küfəyə axışıb gəlib. Yazıblar Hicraz əhalisi onunla beyyət edib. Bəsrə və Mədain əhalisi əhdi peymanını təzəliyib. Yəmən əhalisi onun imamlığına israrlıdırlar. Eləcə də Fars, İstəxir, İstəban, Rey və başqa şəhərlərin hakimləri də onunla əlbirdilər. Xəvaric də daim Əbu Məhəmmədi əmirlə döyüşə çağırır, amanını kəsiblər. Yazıblar vəzifəmiz nədir? Əmir nə göstəriş verir? Biz neyniyək? Cavabında de, ya özünüz öldürün ya da Həsən İbn Əlini. Bağışlayın, əmir. Nə dedim odur? Zarafat eləyirsən. Yox, ciddi deyirəm. Əgər Həsən İbn Əlini öldürsələr, qanı bizim boynumuza qalacaq. Bu dəfə onun qanlı köynəyi nizə başında bizə qarşı qalxacaq. Qorxma, sən onları yaxşı tanımırsan. Belə işin öhdəsindən gələ bilməzlər. Hərçənd gələ bilsələr də heç bir qorxusu yoxdur. Biz yubanmadan qan qisasını almaq üçün ordu göndərərik. Bu iki axmağın boynunu vurub söz-söhbətə son qoyarıq. Bəs sən İbn Əli ilə neyniyəcəksən? Yaxşı, onda yaz ancaq özünüzü öldürün. Əgər bacarmırsınızsa, Xəvarici Həsən İbn Əlini öldürməyə vadar eləyin. Xəvaric ki, bizdən deyil. Atasını öldürüblər, məni yaralayıblar, indi də Həsən İbn Əlini öldürürlər. Mərvan, bu gün Dəməşqə daxil olan ordunu İraq sərhədlərinə göndər. Baş üstə, əmir. Əmir, gəl. Həsən İbn Əliyə olan məktubumu yazdın? Oxumaq istəyirsən? Yox, de görüm nə yazmısan. Yazmışam ki, mən yaşca səndən böyüyəm. Elə buna görə də xilafətə daha layiqəm. Çox gözəl. Keçmiş xəlifələrin sünnəsinə işarə eləmisən. Sonra... Yazmışam, səni böyük bildiyim üçün söz verirəm ki, məndən sonra xəlifə sən olacaqsan. Yox, mən belə söz vermirəm. Bu bir parça dəri və mürəkkəbdir. Onu cırmaq elə də çətin deyil. Amma xeyri budur ki, üzdə müqaviliyə bənzəyir. Hər kim xəbər tutsa elə düşünəcək ki, biz ədalətlə rəftar eləyirik. Bunu da yaz. Yaz ki, Həsən İbn Əli alçaq və xain adamların əlində ölməkdən qorx. İraq əhalisindən uzaq ol. Eləcə də bizim haqqımız olan və dədə-babalarımızın bizi ona layiq bildiyi xilafəti süstlük edib sənə verməyimizdən naimid ol. Necədir? Əlbəttə, yaxşıdır, əmir. Amma hal-hazırda yeri deyil. Bunu başqa məktubda yazarıq. Yaxşı.
Yezidin yanına gedirəm. Gəlmirsən? Yox, əmir. Halım yoxdur. Qocalmışam. Kəmövsələ olmuşam. Köhriye hoş gelmişsin. Çox sağ ol. Yoldan çəkilin murdar sifət axmaqlar. Qorxdun, hə? Əba Məhəmmədin əskərlərindən olmasaydım, sözünü cavabsız qoymazdım. Ne olur? Əkinci Küfədən qayıdırdı. Azıqa və yükümüzü aparırdı. Əba Məhəmmədin atlıları yolumuzu gəlib dedilər. Ordunun ata dəliyə ehtiyacı var. Hər nəyimiz var idi, alıb apardılar. Məncə hələ çox uzaqlaşmayıblar. Eşidirsən? Düş atdan. Biraz da yaxınlaşaq. Arvad uşaq da yanlarında yox idi ki, əsir tutaq, heyf. Bir neçə cüt arıq at və dəvə idi ki, onu da 10 sikkəyə almazdılar. 1000 sikkəyə də dəysəydə satılası deyildi. Hamısını öldürün. Öldürək? Nə danışırsınız? Biraz qabaqda basar var, sataq da. Dedim ki, öldürün. Unutmusunuz? İraqda göstəriş veriblər ki, Həssənin ordusuna gələnləri aradan götürün. Al. Sən, dur da mən apar. Bu sənindir, al. Özə sənin. Bu da özümü. Niyə? Düzgün payla da. Yaman boş-boş danışırsan ha. Ben de dedim, düzgün payla da. Sakit heyvan. Ay! Oturma, get bu dəvənin başını kes. Qalx. Səni, nahaq biz bu işə baş qoşduq. Bunların ki, heç nəyi yox imiş. Necə də nar şükürsən. Hə, gəl görəm, gəl. Qadir! Tərpənsən, boğazını üzərəm. Qışqır kömək istə, ki tək bacarmıram. Tək bacarmıram, Qışqır. kömək eləyin.
Kömək eləyin. Tək bacarmıram. Kömək eləyin. Kömək eləyin. Tək bacarmıram. Ged o axmağa kömək elə. Tez ol. Fərsizim bir fərsiz. Allah